Nəinki Azərbaycanda, mən heç inanmıram ki, dünyada belə Haval H6 ilə Range Roveri müqayisə ediblər. Biz bugün bunu eləyəcəyik. Mən nəyə çağırmışam bura? Səni konkret çağırmışam davaya. Nəyə? Nə Bugün davası? dalaşacağıq. Aha. Nəyin üstündə dalaşacağıq? Mən sənə Hə, o da deyim. öyle. Hər kəsin öz şəxsi avtomobilidir bu Tamam. arada, onu deyim. Və Öz seçimlərimiz. seçimlərin davası olacaq ki, nəyə görə Haval H6, nəyə görə ikinci əl Range Rover. Bu haqda danışacağıq səninlə. Bəli, danışaq. Salamlayıram hər kəsi, əziz dostlar. Mən də salamlayıram. Xoş seyirlər. Bəli. Net danışacağıq, çalışacağıq ki, sizi yormayaq. Reklamsız. Bəli. Təbii, tərtəmiz bir video. Haval H6 0 kilometr, 53 min manat civarındadır hal-hazırda, 0. Aha. Range Rover təxminən 60 min manat civarındadır. Hardasa arada bir 7-8 minə yaxın fərq var. 10 min manat civarında avtomobillərin qiymətində fərq var. Yəni bizə yazmayın ki, maşınların segmenti fərqlidir, qiymətləri fərqlidir. Bilirik Biz bunları bunları. bilirik. Sadəcə olaraq şəxsi seçim olaraq biz müzakirə eləmək istəyirik ki, bir nəfər və siz də fikirləriniz önəmlidir əlbəttə ki, sizcə 2026-cı ildə 9 ilin Range Rover-ını almaq daha məntiqlidir 19 litr yanacaq sərf edən bir maşın almaq. 95 oktanlı benzin 19 litr sərfiyyatı var, yoxsa 100 kilometrə 5 litr hibrid, Hibrid, ən son texnoloji xüsusiyyətlərlə təchiz olunmuş. komplektasiyaları da müzakirə eləyəcəyik. Neçə mühərrikdir? 1,5 litrlik. 1,5 Hə. turbosu var. Var. 1.5 turbodur, hibridlə bir yerdə. İndi Havalın keyfiyyətini aşağı-yuxarı bilirik. Nurlanın bundan əvvəlki maşını da H6 olub. H6 ilə, H6 Düzdürmü? yenə 3-cü nəslin H6 hibrid Bir idi. dənə sürətlər qutularını tez müqayisə eləyək. Deməli, Məndə sürətlər qutusu DH-dir. Hibrid üçün xüsusi tasarlanmış, dizayn Bəli. olunmuş bir sürətlər qutusu DH-dir. Hələ ki bir problemini eşitməmişəm. Hətta bildiyim qədər top 10-luqda 3-cü, 4-cü yerdə. amma təmiri çox bahadır. Nurlan bayaqdan razılaşmır məndən. Ümumiyyətlə bəlkə də mümkün deyil. İkinci əl sürətlər qutu 10 min manat civarında olacaq. Bəlkə də ola bilər, yalan deyərəm. Çünki Demirəm heç bir- xarab olacaq, amma olsa olacaq. Yəni, təbii ki, xarab olmağı da normaldır. Eynilə. Aşınma gedir, Eynilə. istər-istəməz. Amma sıfırdır. Bu avtomobildə isə ZF 8 HP-dir. Çox Ölməz dözümlü sürətlər qutusudur. İkinci əl bazarda da yəni təxminən 1500 manat civarında. Bax, DH planetarka tiplidir də, biraz Bəli. planetar tiplidir. Ona görə elektron mühərrikin ortasına yerləşdirilən bir sürətlər qutusu. Bir pilləli olmalı səhv etmirəmsə. Sən deyirsən? Yox, bunların növü var. 2 var, 3 var. Məndəki deyirəm, bir pilləlidir. DH Onu 1-dir. yalan deyirəm. DH 2 var, bəli, 2 pilləli, DH 3 var. Artıq Bəli. o DH 3 super hibridlərdədir. O super hibrid bəli, bəli. anlayışlı avtomobillərdə, texnologiyası olan avtomobillərdə super hibriddir. İndi məsələ gəldi sənin ZF-ə. Dişli çarx normal bildiyimiz avtomat Bəli. korobka. ZF isə sadəcə dişli çarxların sayı çoxdur orada. Ona görə bir növ standart avtomatdan fərqlənir. Sürət daha tez sürətlənir və keçid qabiliyyəti daha yaxşı olur. Həm də alışdığımız dədə-baba Ay, avtomat sağ ol. korobkadır da. Ona görə Bəli. dözümlüdür. Mühərrik, turbo mühərrikdir. Eşitməmişəm mühərrikdir. ki, bir xroniki problemi var sözün Yox, açığı. yox, hələ ki yoxdur Hə, yəni. Hə. Yəni hələ ki özünü pis göstərmir. Bəli. Real danışsaq, bu Range Rover-ın üzərində olan AG126 kodludur. 3 Altı litrlik, silindir. bəli, benzin mühərrikdir, Jaguar nəslinə aiddir. Xroniki problemləri var sözün açığı. İndi onları da deyəcəm. Yanacaq sərfiyyatı. Gəlində belə bir sual yox da, hansı xronik problemləri yoxdur? Deməli, ən zəif yeri bu maşınların. İndi almaq istəyənlər də bilsinlər də hər ikisini. Soyutma sistemi problemlidir. Çox Bəli. belə nə bilim, narahat düzəldiblər. Soyutma sistemində keçidlər olsun, o sürənlər bilir, maral buynuz deyilən detal var. Bunlar antifriz axıdır real olaraq. Tamam. Maşın qızdırır. İkinci məsələ nədən ibarətdir? Pnevmasından qorxmayın. Pnevmada problem yoxdur. Bəs pnevmanın nasosu, balonu? Heç nə. Havalı askı sistemi idealdır bu maşında, xarab olmur. İkinci məsələ bunların zəif yeri nədir? Zəncir uzanması var. Yəni supercharged olduğuna görə zəncir daim artıq güc görür. Ona görə də Başlar uzanmağa. aşınır və başmaqlar da hətta qırıla da bilər nadir hallarda, amma zəncir uzanır. Demək istəmir. Qırılır amma demək istəmir. Söhbətin kənara çıxıb 3 motor səni qane eləyir. Çünki Range Rover deyəndə 5 motor ağla gəlir. 560 at 200 at. 2016-ya qədər Nurlan, yox. Alıcıları qane eləmirdi. Niyə görə? 2017-də ən son bu mühərrikin demək olar ki, restal variantıdır da. 40 at gücü də artırıblar. Artıq 380 at gücüdür. Qəşəng. GDI sistemidir, yuyulmayan farsunkadır. Farsunqa xarab olsa getdi də. Neçə min evro? Farsunkası biraz bahadır, amma hər saatlıq xarab olmur da. İndi gərək Nə əcəbsə, nə əcəbsə. Hə, 380 at gücüdür. Yəni avtomobil 2,2 tondur. Kifayət qədər ağırdır. Bir dənə burada bir dənə haşiyə çıxacağam. Nəyə göstər? Yox, çəkin. Nəyə demək istəyirəm Nurlan? Aha.
Bax motoru dağıdırlar, sürüb dağıdırlar. İndi burada bir dənə xırda gəl sənə də göstərim. Görə indi H6-da var. Gəl bura. Getdik deyən görək. Bax ay gözəl insanlar. Bu maşının qapısında çox aydın şəkildə bir yazı var. Nə yazır? Bax buranı bir dənə çək. 3050 kiloqram. Bu avtomobilin çəkisi deyil. Yəni adamlar rahat şəkildə qeyd edib ki, qardaş 2,2 ton bu avtomobilin çəkisidir. 700 kiloda sən bunu yükləyə bilərsən. İstər bagaj formasında, istər sərnişinlə. Yəni cəm 700 kilodan keçməməlidir. Yəni yüklənəndə avtomobilin mühərriki də dağıla bilər. Deyirlər valı qırıldı. Yəni benzin mühərriklərdə val qırılmır. Sırf ona görə qırılır ki, artıq çəkiyə görə. Artıq yüklüyürlər. Artıq yükə görə. Bax bunu da qoyduq kənara. Gəlin funksionallıqdan danışaq. Bu 2025-dir da, düzdür? 25-dir. 2025-ci ilin bir dənə əsas funksiyalarını say. Mən də əyləşim baxım. Əlbəttə, buyur. Görüm o Range Rover'in o necə deyərlər? Sən o Range Rover'in vibe'ını burada görmək istəyirsən, görəcəksən. Elə bilin deyəcəm başım buradaydı. Aşağı enirdi. Yox, sən bizim boyumuz aşağı yuxarı enir. Yox, mən biraz belə ayaqlarımı qabağa verib otururam deyə, belimi aşağı salıb otururam deyə. Bəhanədir, nəysə. Bu xoşuma gəldi. Məndə bu yoxdur. İndi 2025-in maşınıdır. NFC şarj çox yaxşıdır. Sən siqaret də çəkmirsən, qardaş. Bunu niyə qoyursan? Qəfil doldururam içinə. Qəfil. Bax, funksionallıqdan nəyimiz var? Rəqəmsal alətlər paneli səndə də var, monitor səndə də var. Məndə head-up yoxdur. Head-up yoxdur. Naqilsiz Apple CarPlay, Android Auto var. Naqilsiz var. Naqilsiz deyil, amma balaca USB ilə o məsələni həll edir. Məsələni həll edirsən, əlavə 36 manat almışam. Fərqi yoxdur. Üçüncü tərəf qurğudan istifadə edirsən. Məndə özündə daxili naqilsiz var. 360 dərəcəlik kameradır. Avtomatik parklamadır. Ondan sonra qəza əleyhinə əyləciləmədir. Hər hansı bir piyada görəndə və yaxud avtomobili görəndə özü əyləcləyə bilir. Zolağı tutmadır. Adaptiv cruise control deyək də, zolaqda saxlama, zolağa nəzarət, öndəki avtomobilin avtomatik o məsafəni saxlama və avtonom idarə. Harca avtonom idarə məsələsi biraz qısadır. Sizi inandırıram ki, heç biri lazım deyil. Nurlan heç birini də istifadə edir. Mən uzaqdan qəza əleyhinə uzaqdan əyləcləmə yaxşıdır. Soft close var. Soft close yoxdur, səndə var da indi soft close bunda. Ay qardaş, 2025-ci ilin 46 manata aldığım maşını. Amma qapısı kipdir də. Etiraf edəcəm, yox, bu maşını sürmüşəm. Yəni sürətlənməsi, kipli yaxşıdır, orta səviyyədə. Sən mənim maşınımı nəzərdə tutursansa, mənim köhnə maşınımı. Mən köhnəni sürmüşəm lan. Sən köhnəni sürmüsən. Bunda o daha da bir növ ələ alınıbdır, daha da təkmilləşib və daha necə deyirlər o səndə birdən sükan əlindən çıxma falan, ani sürətlənmə oldu. Bunda artıq o ani sürətlənmə yığışlanıbdır. Başa düşdüm səni. Söz yox, bu funksionallıqda Haval H6 üstün olacaq. Amma nəzərə alın ki, 9 ilin avtomobilində indi bir məsələ var. Bu HSE komplektasiyadır. Yəni ən dolu. High Specification Equipment deyirlər. Equipment, hə. İngilisini bilmir mən öyrədim. Deməli. Bu nə qədər dolu olsa da, Nurlan, yəni 5 mühərrikdə olan funksiyalar bəziləri bunda yoxdur. Marketinq deyək də buna da. Çünki o vaxt belə bir məsələ var ki, 5 istəyirsənsə ən dolu kompleksi 5 mühərrik al. Bəli. Amma məsəl üçün 22-lik disklər olmalıdır. Bunda kamera yoxdur, hə? Yox, bunda yoxdur. Arxa kamera da yoxdur. Arxa kamera var. Şükür yenə Allah. 360-ı yoxdur. Amma olsa belə bunlarda 360 çox gülüncdür. Yəni cizgi filmi kimidir. Soft close var. Yəni pilisos dediyimiz o şey. Elektron ayaqaltı, bu çox möhtəşəmdir. Bagaj ayaq jesti var. Zolağı tutma var. Bəs yoldakı sürət nişanlarını göstərir sənə? O Amerika bazarı üçün olduğuna görə var. Yəni gördüm orada kamera gördüm ki, lidar qoyublar, amma Azərbaycanda o dəstəkləmir. Çox təəssüf ki, yoxdur. Kör zona sensorlarını gördüm var. Kör zonalarımız var, bəli. 360 radarımız var. Başqa statusumuz var da, yəni belə. Təbii ki də o da olsun da. Yox, gəl real danışaq da. Haval H6 ilə Range Rover müqayisə olunmalı maşınlar deyil. Sadəcə burada bir məqam var ki, sən 52 min, 53 min verib Haval H6 sıfır deyək də, sıfır avtomobil alarsan, yoxsa 60 min manat verib 9 ilin status yönümlü bir avtomobilini alarsan. Bu olsun bizim elə bil ki, İzləyicilərin o barədə şərh gözləyək. Siz hansını seçim eləyərsiniz? Nurlan, Haval H6-nın xroniki xəstəliklərindən sən də bir dənə məlumat ver. Haval H6-nın birindən xroniki xəstəliyi yoxdur. Var, kiçik xəstəlikləri var. Məsələn, qabaq şüşə səs eləyir. O nəyindən danışım mən? Yəni, hələ ki, maşın xroniki xəstəliyi formalaşacaq qədər uzun ömürlü deyil. 2011-də mən 1 milyon sürən var. Hibrid sistemi, mühərrik, sürətlər qutusu, inventor, yəni bahalı sistemlərində nəsə bir sıxıntısı var. Hələ ki, yoxdur.
Hələ ki yox. Hələ ki yoxdur. Mən 2 il bundan qabaqdan sürmüşəm, yox idi. İndi də yoxdur. Hətta qlobal indi qruplarda zət əlaqəmiz var. Uzun müddət sürənlər var ki, hər hansı bir şikayət görməmişik. Əsl mən deyim, özündən naşi bütün gün maşını sürsə gözün pribordadır ki, bu saat injektorun işıq yanacaq. Nə bilim arxana, səncə arxana biri siqnal ki, qaqaş arxada antifriz tökülür zat, hə? Ya açığı hə, gözüm biri pribordadır. Yəni onu yalan deməyəcəm. Amma ki, indi mən servisi sevirəm də. Yəni mən servisdə vaxt keçirməyi sevirəm. Sən ustada qaldın, xəbərin yoxdur. Bunu özün manipulyasiya edirsən ki, servisdə vaxt keçirməyi sevirəm. Ya elə adam var ki, getmək istəmir üstüya. Yəni elə adam üçün uyğun maşın deyil. Mən niyə servisə gedim? Bax, mən rahat dinc başım, gedirəm. Maksimum maşını biraz tuning edirəm özüm üçün, nə disk təkərin zadını dəyişirəm. Bu maşın məni qane eləyirsə, mən niyə sürpriz alım? Bax, deyək ki, bəyək qiymətlərə toxundun. Deyirsən ki, 60 min manat ətrafında. Sən də təsdiqləyəcəksən ki, 60 min manata gələn bir maşının təxmini hardasa bir 30 minə qədər də sürpriz bir xərci çıxa bilər. Hə, yəni mühərrikdə problem çıxsa 17 min manat xərci var. Bilmirsən axı nə çıxacaqdı. Açığı. Buynuzda problem var, maral buynuzunda problem çıxa bilər, mühərrikində. Sürətlər qutusu inanmıram problem çıxsın. Yəni 90 min manata qədər gəlib çıxa bilər, bu riskdir. Qardaş, komfort məsələsi var da. Mən komfort istəyirəmsə, komfort istəyirsən, pulun var. Əlim cibimdə olmalıdır. Əlin cibində get təzəsini al da servisdən. Nəyin? Bunun təzəsi yarım milyon deyə. Belə deyək də, iki növ insan var mənim fikrimcə. İkinci əl avtomobil alan və sıfır alan. Mən özümü o sıfır alanlara aid eləmək istəyirəm. Çünki dincdir başım. Mən 3 ildir bu maşını sürürəm, 3 ildən çox olar. Hər iki mən bir dəfə hər hansı bir problem üçün ustaya getməmişəm. Və yaxud servizdən ustaya getmək istəyirsən. 3000 nədir? Bundan qabaqçını da deyirəm mən. Amma onu xeyli sürmüşdüm. Sürmüşdüm, 30-35 gün sürmüşdüm onu. Yenə də bir 150 min kilometr inşallah sən də sürərsən. Sürənlər, deməli mən sənə bir şey danışım. Havalı almağa gedəndə, salondan götürməyə gedəndə bir dənə Greatfall'un taksisinə mindim, sedan. Greatfall'un modeli yadımda deyil. Həyəcanlıyam da, gedirəm maşını götürüb. Deyirəm ki, bəs da neçə ildir sürürsən bunu? Bir aləmdir. 450 min sürmüşdü. Greatfall-u. Greatfall-un qadağan olunmuş reklamı. 450 min sürmüşdü. Burasını kəsəcəyik. Yox, belədir. Kəsəcəyik, yox. Bunu kəsək, yaxşı, bunu razıyam, kəsək. Məsələ Greatfall-u deyil də, bu təzə maşındır. Bilirsən ki, havalı Çin avtomobillərinin içində keyfiyyətli avtomobil seçilir də, özünə görə, öz adına görə. Nurlan. Gedirəm mən, bağlı video gedirəm. Hansını alarsan özün ikinci dəfə yenə seçim eləsən, yenə fikrində qalırsan? İkinci əl avtomobili o vaxt alaram ki, hər ikisi satışdadır. Bildim. Hər ikisi yenə bunu alaram. Pulun da var, 10 min artıq pulun da var. Hansını alırsan? Gəl indi belə danışaq. Net deyən, belə zad danışmır. Yox, net deyirəm. Əgər mən bu gün Jeep istəməsəm, təzə maşını istəməsəm, maksimum 2022-yə qədər, 23-ə qədər avtomobil alaram. Yəni 3-4 il. Bax, budur. Bunu alaram, конечно. Niyə edirəm o sürprizi alım? Gözə girirsən. Range Rover gəlir, mən lazımdır. İndi bunu mən satsam alarsan da, yəqin. Yox, yanıram ki. Yenə almazsan. 200 zat verirəm, şu an 19. Sən hibrid sürən adama deyə bilmərsən, 19 litr yanacaq sərf eləyən maşın al. Onsuz da, yəni nə qədər qənaət eləyib nə etmək istəyirsən, sən? Adama elə xoş gəlir. Şəhərin mərkəzində yaşayırsan, pul qazanırsan. Bax, sənin qənaətə nə ehtiyacın var? Sən hara maşın sürürsən ki? Onu israf edeyim onda. Niyə israf edirsən? Qardaş, maşındır da, bir həzz al da, bir alıram da, mən bundan öz həzz... Həqiqətən, yəni bəlkə də çox adam deyə bilər, reklam, Çin maşını. Doğrudan da mən bu maşından həzz alıram. Qardaş, kipliyi, 2 qat şüşələr. Qardaş, mən bu maşını qarajda saxlayanda biraz uzaqlaşıram. Gedirəm maşına, nə gözəldir. Maşallah, maşallah. Düzdür, buna da deyərəm gözəldir. Mən demirəm. İzləyicilər özü qərar verəcək. Qoymur danışam. Mən də öz fikrimdə qalıram. Məncə qalib artıq məlumdur. Yox, qalib burada qalib yox. Söhbətin soxma qalibi zadı. Qalib yoxdur. Sənin öz seçimindir, mənim öz seçimimdir. Bu zarafatdır əlbəttə. Bu videonu niyə çəkdik? Sırf seçim üçün. Seçim arasında qalanlar ola bilər. Yəni premium sinifə getmək istəyən və yaxud qənaət eləyib sıfır avtomobil almaq istəyən. Yəni məqsədimiz bu idi. Hər zaman bunu demişəm, məncə deməyə davam da eləyəcəm. Əgər sizin artıq əlavə pulunuz yoxdursa, axırıncı pulunuzu maşına verirsinizsə, nəinki bu Range Rover olsun, hər nə olsun, təzə maşını ümumiyyətlə almağa heç mən tövsiyə eləmirəm. Qiymət tez itirir də həm də. Qiymət tez itirir, həm də likvidlik dəyəri ölür də maşının. Avtomobil ümumiyyətlə yanlış investisiyadır da.
Məsələ onlara İkisi də demək okeydir. istəyirəm ki, avtomobil seçərkən dəyərli izləyicilər, fikir alın, xroniki problemlər vardır, təbii ki, məsləhət alın, amma 2 dənə sıfır maşın arasında qalmaq. Məsəl üçün də mənə çox sual verir ki, hava xaşaltalım yoxsa digər eyni segmentə üçün maşın alım. Buna mən qərar verə bilmirəm də, buna izləyici, sürücü özü qərar verməlidir. Ona hansı xoş gəlir, hansı yaxşıdır onun üçün. Biz istiqamətləndirə bilərik. Yəni bildiyimiz, tanıdığımız avtomobillər üzərindən istiqamət verə bilərik. Bəli. Ancaq bu qədər. İndi sən Qərar necə ver- istiqamət verirsən? Yox, təbii ki. Və nəyə istiqamət Yox, verirsən? yəni mənim bir neçə videomda var. Hətta mənə irad bildirdilər ki, özün deyirdin ki, Range Rover alma. İndi gedib özün niyə almısan? Həqq özün niyə almısan? Qardaş, bir də bax bunu da okey, qısa deyək, yekunlaşdıraq. Yaxşı. Usta ətrafın geniş olmalıdır. Ehtiyat Bəli. hissəsi ətrafın geniş olmalıdır. Sferada olmalısan. Yəni sən demiş, kabinetdə oturan adam, səhər işə gedib axşam işdən çıxan adam bu avtomobilə çətin baxar. Mən Bəli. yəni boş olanda gedirəm servisə. Ki bir baxın görək nəyi var. Yəni Bəhruzla görüşmək istəsə servisdə olur. Hansı servisdə olduğundan bilək. Mayaftoda 100%. Usta işləyir demək istəmir. Prosta heç nə şad oldum. Usta sənə Xeyirli olsun. tanışlamağa. Amin inşallah. Şad günlərə sürəsən həqiqətən. Birazdan özüm bunu təmir eləyəcəm də. Başlayırsan yavaş-yavaş. Səhifə açacaq birazdan. Bəhruz Usta zadı Instagramda izləyin. Bura qədər baxdınızsa, yəqin ki, maraqlı idi video. Minnətdaram sizə. Təşəkkür edirəm. Bir dənə bir söz deyək. Növbəti proyekt gəlsin yoxsa yox? Desinlər. Şərhləri gözləyirik. Sağ Hələlik. olun. Hər öz maşınına.